Təsadüfi deyil ki, mübarək Ramazan ayında seçdiyim mövzu Ayətül Kürsüdür. Ayətül Kürsünü çox oxumaq gözəl əməllərdən biridir. Ayətül Kürsü insanın ruhuna, canına, beyninə xeyri çoxdur. Siz niyyət edib yalnız yaxşı işlər üçün, məsələn, pis niyyətlərdən qorunmaq, şəfa tapmaq kimi istəkləriniz üçün oxuya bilərsiniz. Yalnız bəzi insanlar göz pərdəsi açılsın deyə, cin görüm, şeytan görüm deyə oxuyurlar. Bu çox qorxulu nəticələrə gətirib çıxarda bilər və əks təsiri qaçılmazdır. Ayətül Kürsüdə 34 ilahi isim var. 17'si açıq, 17'si isə qapalıdır. Eyni zamanda Ayətül Kürsüdə 17'si mim hərfi, 17'si isə vav hərfi vardır. Ayətül Kürsünü evdən çıxarkən oxuyan şəxs evə qaydana qədər amanda olar. Yatmamışdan öncə oxuyub yatarsa, oyananacan qorunmaqda olar. Hansısa evdə tez-tez Ayətül Kürsü oxunarsa, 30-40 gün şeytanlar o evdən qovulmuş olar. Cadu tilsimdən qorunar. Təhlükə və müsibətdən qoruyar. İnsanda özünə güvən və cəsarət yaradar Ayətül Kürsü. İstər müəllim, istər idmançı, istər iş adamı, istər usta, hər kəsə bir uğur açarıdır Ayətül Kürsü.